xalq yaradıcılığı. Bulaq. Hər vaxtınız xeyir olsun istəhlilər. Tanrı sizi muradınıza yetirsin. Vaxt vədə yetişdi, yenidən görüşünüzə gəldik. Yaradan bu gözəl vaxtı bizə çox görməsin. Şeytan şərindən uzaq olun. Üzünüz gülsün, könlünüz açılsın. Amin. Hamılıqcan xoş gördük əziz bulaq başına yığışanlar. Varınız başınızdan aşsın. Həmişə şəm və gümrah olun. Bu axşam bulaq dədənin söz sovqatından sizə nələr ayırmışıq, dinləyib biləcəksiniz. Xeyli vaxtı elimizə, obamıza bir qızıl geyimli qonaq gəlib. Hər gün biraz qızıllana ömrünü yaşayır. Dədələrimiz, babalarımız naz-nemətlə aşıb daşan payıza həm də bərəkət fəsli deyiblər. Və nədir? Payızın gəlişi elə belə payız deyil ha. Elimizdə, obamızda bir bayram havası dolaşar. Gəl görəsən. Sazın səsi ərşə qalxar. Qara zurna zilə çəkər. Gümbur nağara haray salar. Şimşəklərə meydan oxuyar. Göyün gürültüsünü udub batırar. El at tərpənər, nə tərpənər. Yan yörəsini boş görən dağın boynu bükülər. Kədərdən, qüssədən başına dəm düşər. Doğma məkanda özünü qərib hiss eləyər. Qoyununla köç eləyən sürülərə, naxırlara, gül üzlü gözəllərə, göyçəklərə baxa-baxa ürəyinə qubar dolar. Sinəsinə dağ çəkilər. Ürəyi soymaz dağların köç qışlağa çatmamış, arxasınca duman çiskin göndərər. Dağ dumanı da belə tez çəkilmək bilməz ha. Necə deyərlər, ər getdi, ərən getdi, xanım getdi, xatın getdi. Dağların sözü ürəyindəcə qaldı. Bundan sonra özü deyib, özü eşidər dağlar. Dəli bir nigarançılıq bürüyər canını. Gül kimi bərəkəti yaylağa yayılan, qoyun, quzu, mal qara səsindən sonra çaqqal-çuqqal ulaşar. Görəcəkləri günləri başlar dağların. Belə yerdə deyərlər, dağlar hey, dağlar hey. Biz də dönüb bərəkətinə tapındığımız ulu dağlarımıza baxarıq. Yaşıl otlaqları, yamacları, gecələdiyimiz çadırları, buz bulaqları anarıq. Dağ demişkən, gəlin bir əfsanəyə qulaq asaq. Sonra yenə payızla haqq hesab çəkərik. Dağın başında kiçik qəbilə yaşayırdı. Aylı bir axşamda çoban çomağına söykənib sürüsünə baxırdı. Bozdar it onun ayaqları altında xoşallanar, kəhər at da çəmənliklə otlayırdı. Bunlardan savayı ana da oyaq qalmışdı. Birdən ana ayın işığında çoxlu qaraltı görür, diksinir. Sən demə qəbiləyə düşmən qoşunu gəlirmiş. Bərk qorxur ki, qanlı dava onu körpəsindən ayırar. Əl çatmaz göylərdən kömək diləyir. Ey yerin göyün sahibi, məni baladan ayırmaqdansa bizi bir yerdə daş eylə. Düşmənlər qəbiləni məğlub eləyər, ana beşik başında daşa dönər. Beşik aydın göründüyündən o vaxtdan bu dağa beşikli dağ deyərlər. İstəklər, varlığımızı, qürurumuzu, namusumuzu ifadə eləyən belə əfsanələr yüzlərlədir. Qaydaq payıza. Amma payızı da çox qınamaq olmaz, o da ömürlük qalan deyil ha. Gəldiyi kimi də getmək vədəsi var. Bə nədir? Hünəri var getməsin.
Qarşıdan gələn qara qış onu qabağına qatıb elə qovar, heç dönüb arxasına baxa bilməz. Elatın barlı bəhərli bərəkət yükünü çiynindən düşürəndən sonra yorğunluğunu çıxarıb biz desək də, deməsək də saralmış yarpaqları ilə birgə torpağa qarışacaq. Gecələrin küləkləri, küskün dağların boz yelləri, günəşin ilıq şəfəqləri də bir yanına. Payız həm də Tanrının barı bərəkətli toplamaqdan ötəri insanlara verdiyi fürsətdir, möhlətdir. Fürsəti föftə verən, işləməyib ona buna baxan gözünü döyər, qışda da dizini döyər. İlin ruzu bərəkət fəsli, ağacların meyvə dolu budaqları yerə dəyən payız. Amma budaq da budaqdır ha. Etibarını, gücünü sona qədər saxlayar. Barın, bərəkətin burnu qanamamış sahibinə çatdırınca dözər. Bu fəslin çiskinli, dumanlı, qaşqabaqlı olmağına baxmayın əziz eşidənlər. Eldə obada bir qələbəlik hiss olunar. Hər kəs özünə azuqə toplayar. Puskuda duran qışa hazırlıq görər. Mal-qaranın, qoyun-quzunun da otu, alafı bir yandan. Bu fürsət ayından nə qədər yararlana bilsən, bir o qədər də qışın qınağından uzaq olarsan. Həm də qonşuya əl açmazsan, özünün yavanlığın olar, təknən boş qalmaz. El arasında payıza sonbaharda deyərlər. Ən çox da yada salınan şəninə şeirlər, nəğmələr qoşulan da elə bu fəsildir. Bu fəslə güz deyənlər də var. Dədə Qorqud dastanından ta bizə qədər gəlib. Bəri gəl gül, başım bəxti, evim təxti. Evdən çıxıb yüyürəndə sərvi boylum. Topuğundan sarmaşanda qara saçlum. Qurulu yaya bənzər çatma qaşlum. Qoşa badam sığmayan tar ağızlum, güz almasına bənzər al yanağım. Payız günləri kəndlinin ən qayğılı günləridir. Bu aylarda əkinçiliklə məşğul olanlar payız şumu apararaq gələn ilin bol məhsulunun təməlini qoyurlar. Yağışlar torpağı, əkilən toxumları cana gətirir. Payızın son ayına yaxın insanlar çöldən evə yığışarlar. Bu zaman ana bacıların əlavə vaxtı olar ki, onlar qışa lazım olan tədarükü görməyə başlasınlar, qış süfrəsi bol olsun, uşaqlar korluq çəkməsin. Qonaqları da ürəklə qarşılaya bilsinlər. Bu vaxt yetişən meyvələrdən mürəbbələr pişirilir. Tərəvəzlərdən şoraba tutular. Ev eşiyə isti gəvə döşənər. Yun darağında yun daranar. Cəhrədə əyilər, rəngli iplərdən, ala-bula corablar, əlcəklər, isti geyimlər toxunar. Qız gəlinlər ağbirçəklərin xeyir duası ilə xalça palaz toxuyardılar. Qonum-qonşular da bir-birinə kömək eləyərdilər ki, buna iməci deyərdilər. Çölümüz payız olsa da, içimizdə bir yaz havası var. Söhbətimizin bu yerində bir dodaq qaşlı yerinə düşər. Şəhər mollaları Molla Nəsrəddinin əlindən təngə gəlib, axırda hakimə şikayət eləyirlər. İşi belə görən molla birbaşa hakimin vəkilinin yanına gedir. Ona yanı cücəli bir toyuq aparır ki, vəkil onu müdafiə eləsin.
Ertəsi günü şikayət eləyən mollalarla Molla Nəsrəddin hakimin huzurunda hazır olurlar. Şikayətçilər danışıb qutarandan sonra vəkil Molla Nəsrəddini tərifləyir. Onun haqlı olduğunu, o biri mollaların ona böhtan atdığını söyləyir. Bu tərifdən sonra hakim üzünü Molla Nəsrəddinə tutub deyir: "Yaxşı, bir de görüm günahın olmadığını nə ilə sübut eləyə bilərsən?" Molla belə cavab verir: Hakim sağ olsun, mənim sübutuma ehtiyac yoxdur. Onsuz da cücəli toyuq mənim haqlı olduğumu sizə sübut elədi. Əziz eşidənlər, söhbətimiz o yerdə qaldı ki, kənd cəmaatı un əldə eləməkdən ötürü su dəyirmanlarına gedərdilər. Bölgələrdə havalar bərk soyuyanda un tədariki görmək çətinləşərdi. Bu vaxt su donar, dəyirmanlar işini məcburi dayandırardı. Bəzi dəyirmanlar kəhrizlərin üstündə yerləşərdi. Təkcə bu dəyirmanlar dən üyüdərdilər. Əfsus belələri az olardı. Payızda əkin sahələrinə don suyu adlanan su verilərdi. Belə bir deyim vardı: 100 suyu, 100 suyu. Əkin sahələrinə verilən həmin su 100 suya bərabər idi. Bu vaxt torpaqda olan bütün zərərverici cücülər məhv olardı. Bəzi yerlərdə isə bu aylarda buğdayla arpa əkilib suvarılardı. Yeni əkinə verilən bu suya torpaq suyu deyilərdi. Payızın son aylarında yer donmağa başlayanda heyvanları otlağa, örüşə aparmazdılar. Naxırqovan adlanan bu adət geniş yayılmışdı. Bu zaman çoban öz ağacını yerə qoyardı. Əvvəllər bəzi bölgələrdə qoç qarışan adlanan bir mərasim də vardı. Bu mərasim oktyabr ayında keçirilərdi. Mərasimdə qoç sürüyə buraxılardı. Adamlar çobana ərmağan verərdilər. Çoban da onları çoban fətiri deyilən fətirə qonaq eləyərdi. Bu fətir daşda bişirilərdi. Mərasim çox təmtəraqlı keçərdi. Novruz bayramına qədər sürü çoxalardı. Neyniyək ki, indi belə adət yoxdur. Bu mərasimə qoç bayramı, çoban bayramı da deyərdilər. Dədə-babadan indiyənə qədər qışa tədarik görülən ərzaqlar sırasında Naxçıvan bölgəsinə xas olan qovurmanın ayrıca yeri var. Özü də hər ətdən bişirilməz, ortabab erkək heyvan ətindən hazırlanardı. Nənələr yaxşı deyib: "Nənəm qoyunun qarası, qırxlığı polad parası, yaz günü dələməsi, payızda kürəməsi, qış günü qovurması." Qovurma teştinin başına qonum-qonşu yığışardı. Qovurmanın işkənəsi, yəni pörtdədilmiş ət suyu evlərə paylanardı. Bu bir növ yardımlaşma idi. İndi bu adətə az-az yerlərdə rast gəlinir. Xalq arasında belə bir inan varmış. Əgər qoç ağ qoyuna tərəf qaçarsa, qış qarlı. Ala qoyuna tərəf qaçarsa, ala qarlı. Qara qoyuna tərəf qaçarsa, fəsil quraq keçəcəkdir. Görürsən. İstəklər. Burası da var ki, payızda dağlar yaylaqdan qışlağa köçənlərdən ötəri darıxdığı halda yaylaqdan gələnlər də dağlardan ötəri darıxardılar. Bənətər asa olmuş. Dağlar da adam kimidir. Ayrılmaq çətin olur. İnsanın qəlbi niskillə dolur. Bu yerdə Məmməd Arazın məşhur şeiri yada düşür. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman salamat qal, dağ salamat qal. Dalımca su səpir yoxsa buludlar, leysan salamat qal, yağ salamat qal. Qıy vuran qartallar yox oldu kəndə. Nərgizlər saraldı şehli çəməndə. Ey qara göz pəri,
Dalımca sən də boylan, salamat qal. Bax, salamat qal. Gəldim qarşıladı güllər, çiçəklər. Gedirəm, əl edir bizə biçənəklər. Nidamı çaylara dedi küləklər. Bulaq, salamat qal. Arx, salamat qal. Dağların pələngi, şiri də sənsən. Şairi də sənsən, şeiri də sənsən. Varı, bərəkəti, xeyri də sənsən. Çoban, salamat qal, sağ salamat qal. Hə, əziz eşidənlər, yaylaqdan əliniz üzülməsin, bərəkətiniz kəsilməsin. Bu intizarın, həsrətin arasında bircə qış var. Qış ötüb yaz gəldisə, dağların da qaş-qabağı açılacaq, üzü güləcək. Dağların gülməyi yaman olur. Üzünüz həmişə gülsün istəylilər. Amin. Payızdan nə qədər danışsaq da, xətrinə dəyə bilmərik, qova bilmərik. Sonuncu yarpağı saraltmayınca, ağacların qanını qaraltmayınca gedən deyil. Belə bir qənaət var ki, rənglər söz kimi öz ömrünü yaşayır. Onların içində sarı rəngin maraqlı taleyi var. Sarı buğda, sarı yemiş yayın barıdır. Amma sarının taleyi ən çox payızla bağlıdır. Sarı rəng payız boyasıdır. Təbiətin rəng ehtiyatına bax ki, bu boyda dünyanın yarpaqlarını saraldır. Odur ki, yaşıl çəmən çox öyünməsin. O da həmişəlik yaşıl qalmaz, vaxtı gələndə saralar. Ağaclar, bağlar dörd bir yan. Payız əl-ayağını yığınca, üstünü qar örtüncə sarala-sarala qalar. Hə, istəylilər. Sarı həm də elimizin sevgi rəngidir. Dədə Qorqud dilindən Qanturalı boyunu anmadan sarıdan yan keçməkmi olar? O günkü Qanturalı Selcan xatına vuruldu. Sarı donlu Selcan xatına. Min illiklərin niskilini, həm də məğrurluğunu özündə etibar eləyən dillər əzbəri sarı gəlin. Saçın uzun hörməzlər, gülü sulu dərməzlər sarı gəlin. Bu sevda nə sevdadır, səni mənə verməzlər. Neynim aman, aman, neynim aman, aman, sarı gəlin. Bu məqamda eşqi dağları yandıran sarı aşıq düşər yada. Geyinibsən yar sarı, sınıq könlüm yar sarı. Aşıq Kəbədə ölsə, yönün qoyun yar sarı. Ustad Ələsgərin sarı köynəkli gözəli görünər gözə. Cilvələnib nə qarşımda durmusan, anam sənə qurban ay sarı köynək. Mələksən çıxıbsan cənnət bağından, heç kim olmaz sənə tay sarı köynək. Sarı sim sevgi ağrısıdır, eşq acısıdır. Hər sazda sarı sim olmur. Ayrılığı, həsrəti, qəribliyi özündə cəmləşdirən sarı sim, simlərin şahıdır. Toxundunsa, gərək axıra qədər dilləndirəsən. Saralıb soldurmayınca səndən əl çəkməz. Eldə deyərlər, toxunma sarı simə, qoy oturaq yerimizdə. Ustad Aşıq Hüseyn Şəmkirli də sarıdan yan keçməyib. Hə, bildim hansı qoşmadır.
Yarın bağçasında 3 gül açılıb. Ağ gül, qırmızı gül, illah sarı gül. Hər üçü də bir-birindən öyməli. Ağ gül, qırmızı gül, illah sarı gül. Ağca gülün kapısına bakmalı, kızıl gülü dəstə tutup qoxmalı. Ağca gülün kapısına bakmalı, kızıl gülü dəstə tutup qoxmalı. Ay aman qoxmalı. Sarı gülü tər bu xağa taxmalı. Sarı gülü tər bu xağa taxmalı. Ay ama göz yar, ay ahu ceyranım. Ağ gül, kırmızı gül, bir de sarı gül. Ağ gül, kırmızı gül, bir de sarı gül, bir de sarı gül, bir de sarı gül. Aşıq havalar var ki, sarı rəng orada da özünə sığınacaq tapıb, sazın simlərinə sarılıb. Baş sarı teli, orta sarı teli, ayaq sarı teli eşitdinmi, gərək ruhun yerindən oynaya, Mən özgə cür ola bilməz. Əziz eşidənlər, sarı rəngi görün neçə yerə böldük. Bu rəngin sözdə yaratdığı mənalardan agah olduq. Amma heç biri payızın sarı bolluğuna çatmaz. İnsanlar arasında ayrılıq rəmzi olan bu rəng elə bil ki, payızın boynuna biçilib, alnına yazılıb. Bir də ki, sarı rəng heç yerdə, heç zaman payızda göründüyü qədər gözəl görünməyib. Bunu deməsək, payızın xətrinə dəymiş olarıq. Bayatı çağıraq. Çıxdım küzə endirəm, süzə-süzə endirəm. Necəsən bir ah çəkəm, dağı düzə endirəm. Bu sular başdan gələr, tökülüb daşdan gələr. İstəklisi gözəl olan durar, o başdan gələr. Bostanım, tağım yoxdur, güləm, yarpağım yoxdur. Düşmüşəm qürbət ilə, yanar çırağım yoxdur. Hər şəmbə çay içində, ox attım yay içində. Tanrı muradın versin bu gələn ay içində. Dağın başında qala, heyranam üzdə xala. Qaş gözündən danışma, öldüm aceyran bala. Bu yoldan ötənə bax, köynəyi kətənə bax. Qürbətdə gözün açma, açanda vətənə bax. Bulaq dədənin boğçasında eşitmədiyiniz atalar sözləri var. Qulağınız bizdə olsun. Boynuzu qoça ağırlıq eləməz. Ac aman bilməz, uşaq zaman. Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. Bağa bax üzüm olsun, yeməyə üzün olsun. Ata yəhər gərək, yəhərə ər gərək. Dəvətsiz gələn döşəksiz oturar. Dəliyə daş atma, öz başın yarılar. Dan yeri ağaranda oğrunun gözü qarala. Sərçədən qorxan darı əkməz. Yaxşı evlad atasını vəzir eləyər, pis evlad rəzil. Tutulmayan oğru hamıdan doğru. Xırman yellə sovuşar, düyün ellə.
Arıq ata quyruğu da yüktür. Divarı nəm, insanı qəm yıxar. Dilimizdə bugün də tez-tez dediyimiz ipinin üstünə odun yığmaq deyiminin açmasını ruhu şad olmuş dilçi alim Musa Adilov araşdırıb. Bu deyim etibarı yoxdur, etibarsızdır anlamına gəlir. Çox-çox keçmişlərdə dostluq, yoldaşlıq, qardaşlıq kimi anlayışlar belə təsəvvür edilirdi ki, ayrı-ayrı adamlar iplə bir-birlərinə bağlanmış olurlar. Dostluğu kəsmək əslində bu ipi, dostluq ipini kəsməklə başa gəlirdi. El arasında ip əvəzinə tel sözü də işlənir. İp sözü həyat, mövcudluq bildirir. Açmasından məlum olur ki, dostluq ipini gözlənilmədən kəsə bilən qırdı-qaşdı adamın ipinin üstünə odun yığmaq olmaz. Haşa onlardan, min haşa. Bu məzmunda Aşıq Ələsgərin Qarabağa toy səfəri dastan rəvayətində göstərilir ki, Aşıq Ələsgərin dostu Qara onu toya dəvət edir. Aşıqsa bu toya getmək istəmir. Belə olanda Qara bərk pərt olur. Çırtma vursan qanı damar. Bilmədi ki, Aşıq Ələsgərə nə desin? İncimiş halda oğlu Bəşiri çağırır. Abala, mənim atımı gətirin. Bəşir Qaranın atını gətirir. Qara atın irəşməsinin bir ucunu Aşıq Ələsgərə uzadır. Tut, deyir. Aşıq ipin ucundan tutanda Qara cibindən bir bıçaq çıxarıb deyir. Əgər mənlə getməsən, bu mənə ölümdən betərdir. Qarabağ cəmaatı bilir ki, biz siğə qardaşıq. Ya gərək gedək, ya da qardaşlıq ipini kəsirəm. Aşıq Ələsgər görür ki, yaman yerdə axşamlayıb. Qardaşlıqdan keçmək olmaz. Məşədi Qaraya deyir. Yaxşı, gedək. Beləcə əziz eşidənlər, dostluğunuz, qardaşlığınız başa varsın. İpiniz qırılmasın, daha da möhkəm olsun. Amin. Bu gözəl payız axşamında payız qoxulu bir verilişimiz də sona yetdi səylilər. Sən demə vaxt özü də vaxtında gəlir. Üzümüz, gözümüz, sazımız, sözümüz bu vaxta vədiyə öyrəşib. 7 gün 7 gecədən sonra qismət olsa, yenidən Bulaq dədənin söz dolu boğçası ilə görüşünüzə gələcəyik inşallah. Bir verilişimiz də beləcə sona yetdi. Qapınız həmişə toylu düyünlü olsun. Qadabaladan uzaq olasınız. Qızıldan qiymətli vaxtınızdan ayırıb, sözümüzü, sovumuzu eşidib, könlünüz xoş oldusa, şükür bizi yaradana. Verilişin mətnini hazırlayan Xaliq Rəhimlidir. Urvatını artırıb efirə yönəldən Gülşən xanım Səmədlidir. Qulluğunuza çatdıranlarsa biz idik. Səidə xanım Fərhad, Bir də Səməd bəy Yusif Canlı. Sağ olun, Sağlıqla qalın.